Baş nazir Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakı arasında əlaqələrin qurulması üçün komissiyanın tərkibində dəyişikliklər edib. Komissiyaya baş nazirin müavini Mher Qriqoryan sədrlik edir və komissiya Ermənistan Respublikası Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan və bir sıra vəzifəli şəxslər həmin komissiyaya daxildir. Eyni zamanda Xarici İşlər Naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da komissiyanın tərkibinə əlavə edilib. Qohar Abajyan bu yaxınlarda investisiyaların təşviqi mərkəzi fondunun direktoru təyin edilib və komissiyaya yeni gələn digər şəxs ötən il vəzifəsindən azad edilən Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyandır. Andreasyan bu yaxınlarda Ermənistan beynəlxalq hüquq məsələlər üzrə nümayəndəsi təyin olunub.